Müsabiqə universitetin 2-ci korpusunun iclas salonunda keçirildi. İntellektual bilik proqramını izləməyə başqa təhsil ocaqlarından da qonaqlar gəlmişdi. Yarışmada Şəfəq, Biqlik, Ulduz, Qartal və başqa komandalar da iştirak edirdi. Bugünkü bu tədbir də demək tələbə öz fəaliyyətinin nəticəsidir və burada məqsəd artıq demək tələbələrin, bilikli tələbələri müəyyənləşdirməklə bərabər həm də biliyə geniş yol verməkdir. Yarışma 3 turdan ibarət idi. Hər komandaya 8 sual verildi. Tələbələr sualı 1 dəqiqə ərzində cavablandırmalıydılar. Burada verilən suallar təkcə biologiyanı əhatə eləmədi. Burada olan suallar digər ixtisasları da əhatə elədi. Ona görə bu tədbirin bizim üçün keçirmək çox böyük əhəmiyyətli idi ki, biz yəni öz ixtisasımızdan başqa ixtisaslarla da maraqlandıq. Onlar haqqında olan yeni məlumatlarla tanış olduq və biz çox arzu edərdik, yəni biz tələbələr çox arzu edərdik, yəni gələcək müəllimlər çox arzu edərdik ki, bu tədbirlər bir dəfə deyil, dəfələrlə olsun. Bu yarışmaların xüsusiyyəti ondan ibarətdir ki, uduzan komanda belə heç nə itirmir. Çünki o yeni biliklər qazanmış olur. Mədinə Niknəcət Fəruq Qafarov, Xəbər Plus.